Sakit qalan uşaqlar. Bor yarım qrup elementləri hansıları deyirlər? Bor, alüminium, kalium, sonra İndium. talyum, Aha, talyum. Bor metaldır yoxsa qeyri-metal? metal, Bor qeyri-metal. Üçüncü qrupda axı bor yazmışıq. Bor qeyri-metaldır. Alüminium və sonrakılar metallardır. Alüminium ilk dəfə kim kəşf eləyir? Völer. Alüminium birləşmələrini hansıları tanıyırsan? alüminium birləşmələrində boksit Və alüminium. korund. Əsas bu ikisidir. Ağcil də bura aiddir. Yaxşı, alüminium birləşməsidir. Kaolinit dediyimiz ağcildir. Boksitin formulu nədir? Alüminium 2O3 NMol su. Aha, bəs korund təkcə alüminium 2 O3. Təkcə bu korunddur. Dalına su olanda boksit olur. Və alüminium hansı mineraldan alınır? Boksitdən. Orada temperatur yüksək olur. Azaltmaq üçün oraya nə əlavə edirlər? Kriolit. Kriolit əlavə edirlər. Termit qaynağı nədir? Termit qaynağı onların Alüminium üstünə gəlirdi. istiliyi artır, Alüminium üstünə nə gəlirdi? Termit qaynağı olurdu. Dəmir. dəmir yanığı. Aha, yəni alüminium üstə gəlsin ferrum 3O4. Dəmir yanığının digər adı nədir? Mag. Nə idi Nuray? Magnetit. Magnetit. Hematit nə idi bəs? O da Ferrum 2, dəmir 2, O3 idi. Yaxşı. Leyla, alüminium hara tətbiq edilir? Nə kimi istifadə olunur alüminium? elektrik cərəyanlarının Naqillərin çəkilməsində, bir də məişət qazaqların hazırlanması. hazırlanmasında Aha, alüminiumdan alınan partlayıcı maddənin adı nə idi? Amonal. Alüminium normal şəraitdə su ilə reaksiya edir? Yox, amma alüminium civə duzlarına sürtsəm amalqama yaranar və su ilə reaksiya. Aha, ona sürtdükdə alüminiumu su ilə reaksiya ediləcək. Yaxşı. Korondun göy kristalları nə adlanır? Sapfir, qırmızılar, yaqut. Onlardan həmçinin koronddan sumbata kağızları da hazırlanır. Yəni o itilən kağızlar var ya. Yaxşı. Əlavə yarım qrup elementləri hansıları tanıyırsan? Əlavə yarım qrup elementlərinə dəmir daxildir. Sink, Misdir, sinkdir. xromdur. Aha. Çuqun nədir? Tərkibində 2,4 2-4. 2-4% olan oksigen, Oksigendən başqa, bax, copsis sözündə O-dan başqa hamısı, bax, karbon, fosfor, silisium, kükürt. Oksigenin yeri manqandır. Yaxşı, manqan olan dəmirin əhrintisidir. Çuqun hansı sobada alınır? Domna sobasında alınır. Çuqun neçə növü var? 2 ağ çuqun, bir də boz çuqun. Ağ çuqundan nə alırlar? Polad. Polada almanın neçə yolu var? 3 yolu var. Martin, oksigenli konvertor, bir də ərinti termik. elektrotermik üsul. Bəs boz çuqundan nə alırlar? Tökmə çuqun əldə edilir. Onun müxtəlif məişət avadanlıqları hazırlanır. Misin formulu, mis kalcedanın formulu, Cu dəmir S2, ferrum S2 kalcedan olanda. Mis parıltısı Cu2S idi. Bəs kuprit Cu2O. Mis nə rəngdədir? Açıq səhrai rəngdədir. Misdən üzümçülükdə hansı birləşməsindən istifadə olunur? Aha, necə yazılır? Cu-SO-dur. 5-HO-dan. Sinkin işarəsi, qalmayin işarəsi CO3. Z-nı S-ni sifalər etdir. Sinkdən polad məmulatların üzərinə örtük kimi istifadə edirlər. Bəli, sink nə rəngdədir? Maviyə çalan, gümüş rəngdədir. Xromdan nə kimi istifadə edirlər? Paslamayan poladın alınmasında istifadə olunur. Yaxşı, birinci qrupda hansı qeyri-metal var?
Birinci qrupda təkcə hidrogendir. 2-də yoxdur, 3-də, Təkcə bordur. 4-də, Karbon, silisium, 5-də, 5-də azot, fosfor, arsen, fosfor, arsendir. 6-da, 6-cı qrupda da oksigen, kükürt, oksigen, kükürdür. selen, tellur. Aha, əsas o ikisini tanı. 7-ci qrupda Onlarda neon, kripton, o 8-lərdə. 7-də flor, xlor, brom, yod, halogenlərdə. Ay 8-də helium, neon, argon, kripton, xenon, radon. Qeyri-metalların içərisində ən aktivi hansıdır? Sonra oksigen, Sonra xlor, xlordur, sonra silisiumdur, kükürt, kükürdür, azotdur, karbondur, karbondur, fosfordur, sonra hidrogen, bor. hidrogendir, bordur, bir də Şillələrdən sözü silisiumdur. Yaxşı.